Deməli, bir gün məşhur İslam alimlərindən biri öz dərsində maraqlı bir mətləbə toxundu. Quran-ı Kərim buyurur ki, Həzrət Yusif əleyhissalam Züleyxanın işarəsi ilə Misirli zadəgan qadınları məclisinə daxil olanda, onun gözəlliyi o qədər cazibədar və valeh edici idi ki, qadınlar heyranlıqdan özlərini itirdilər. Qəflətə düşüb əllərini bıçaqla kəsdilər. Amma nə ağrını hiss etdilər, nə də axan qana baxdılar. Bu yerdə mərhum alimin səsi titrədi, göz yaşları da saqqalına axdı. İki əli ilə başına vurub dedi, kül başına ay Məhəmməd Əli, axı niyə sən namazda belə deyilsən? Axı aləmin həqiqi məşuqu Allahdır. Misir qadınları bir məxluqun gözəlliyinə heyran oldular. Bəs sən niyə yaradanın cilvəsinə məhv olmursan? Yəni gözəlliyinə məftun olmursan? Niyə namazda səndə xuşu və xuzu yoxdur? Xuşu daxili, xuzu isə xarici itaatkarlıq, mütiliyi anlamındadır. Niyə namaz vaxtı cürbəcür fikirlər sənin vücuduna hakimdir? Yəni zehnində min cür fikir dolaşır. Hər şey səni ondan yayındırır.